Onsuz heç nəyin yox rəngin. Onunla hər an tam fərqli. O mənim ilham bərim, o mənim təkcə mənim. Məsafələr bizi yormaz, kim sevməyibsə heç vaxt anlamaz. Küləyə səbəb, yağış yağsa da, boran qopsa da, tufan qopsa da. Hamıya salamlar. Kanalımda hər kəsi bir daha xoş gördü. Mahnını saxlamadım, bilmirəm göründü, görünmədi. Sağ tərəfdə balaca göldü, nədir? Nəsə, yox, çaydı, göl deyil. Xəritədən baxdım. Çaydı, yanında plaj. Hələ may ayıydı, bunlar ki, hava həqiqətən isti idi. Hava çox isti idi dünənləri. Bugün yoldayım deyə də kondisioner qoşmuşam deyə o qədər də hiss eləmirəm, istidir ya soyuqdur. Bir dənə yol verin, mən keçim. Aha, yol verdi. Çox sağ ol. Gəlir arxada dayanır, nə işıq verir, nə siqnal verir. Adam ondan başa düşür ki, yol verir bizə. Palasamızı dəyişirik. Bugün sizlərlə yeni bölümü paylaşacağım. Bildiyiniz kimi, bir çox uzun, daha doğrusu bildiyi kimi, əvvəl mən iri qabaritli tır sürürdüm. Sarı rəngdə sayrışan işıqları falan var idi. Həm çəkicinin üstündə, həm də qoşqunun arxasında. Hal-hazırda onu sürmürəm, dəyişmişəm. Amma köhnə bir video qalıb, köhnə kameramla çəkmişdim. Temudan zakaz elədiyim o ilk kameramla, ilk çəkilişlərim. Sadəcə indiyə kimi vaxt olmamışdı montaj eləməyə. Yəni çox uzunluydu. Yəni bir dənə yükü təsəvvür edin, iki hissəni də yan tərəf, iki yanı da sol tərəf, sağ tərəf. İki tərəfi də açıb onu yerləşdirmə, iki dəfə özdə yerləşdirdik, yerini dəyişdik, elədik, səhv eləmirəmsə elə yadımda qalıb. Yəni uzun vaxt çəkdi. Ona görə də montajı uzun idi, onu kəsmək lazım idi. Hardasa 3-4 saatlıq bir videonu kəsib eləməliyəm. 20 dəqiqə, 30 dəqiqə eləməli idim. Ona görə yəni, uzun çəkib vaxt tapa bilmirdim. Və fonda ona baxa-baxa, yəni orada bir danışıq yox, səs yox, bir şey yox, heç nə yoxdur. Fikirləşdim ki, özüm haqqında biraz danışım, bu işə necə başlamışam. Mənim uşaqlıqdan böyük marağım olub. Hal-hazırda Amsterdamdan hərəkət eləyirik Düsseldorfa tərəf. Niderlanddan, yəni Almaniya tərəf hərəkət eləyirik. Dünən bazar günü idi, səhv eləmirəmsə. Bazar günü idi deyə. Yəni cəmaət həddən artıq çox idi. Nə bilim, parkda gəzən, plyaja gedən, səyahətə gedən, nə bilim, velosiped sürən, hamı istirahətdə idi. Bu dəfə vaxtımı videolara ayırdım. Gələn dəfə mən də gələndə, tez-tez gəlir onsuz da. Gələn dəfə mən də gələndə velosipedlə çalışacağam. İkinci dəfə gedim şəhər mərkəzinə. Birinci dəfə gedəndə təzə gəldiyim vaxtlar idi. Kamera yox, bir şey yox. Ümumiyyətlə bu çəkilişə başlamamışdım. İstəyirəm fonda mənim o iri qabaritli yükü yüklədiyim video geçsin və mən əlavə olaraq sizinlə söhbət eləyim. Bu işə necə gəlmişəm? Ümumiyyətlə mənim uşaqlıqdan bu nəqliyyata, onun yəni konstruksiyasına, təmirinə falan yox. Sırf sürüşünə böyük marağım olub. Ümumiyyətlə nəqliyyat vasitələri bu 2 təkərli olsun, 4 təkərli olsun, yaxud 14 təkərli olsun. Fərq eləmir. Bacardığım qədər istəmişəm bu təkərli nəqliyyat vasitələrini idarə eləməyi öyrənim. Yəni təkərli nəyə görə deyirəm? Yəni bu gəmi falan istəməmişəm də. Sırf təkərli nəqliyyat vasitələri.
Və bununla yanaşı istəmişəm iri qabaritli olsun. Yəni məsələn qatardan çox xoşum gəlib, bu tırlardan xoşum gəlib. Balaca maşınlarda olsa o ciplərdən, pikaplardan. Bu arada gördüm, yadıma düşdü. Bunlarda ən çox xoşladığım şey nədir? Ümumiyyətlə bu Avropa əhalisində balaca maşın olsun, yəni sedan ya cip olsun, pikap olsun, Ford olsun, fərqi yoxdur. Arxalarına qoşqu qoşmaqdan elə bir həzz alırlar. Mənə çox həzz verir həqiqətən. Neçə aydır burada olduğuma baxmayaraq, hər görəndə yenə də maraqla izləyirəm. Ən çox da sevdiyim balaca maşının arxasına karavan qoşqu qoşurlar. Çox xoşuma gəlir. Ümumiyyətlə burada fikir vermirlər ki, ay məsələn, yəni gördüyümü deyirəm, Galenwagenin dalına, Porsche'nin dalına, ümumiyyətlə fikirləşmirlər ki, ay mənim maşınımın vidini pozar, kimsə baxar, nəsə deyər, ay bəyənməzlər. Buna rahat olsun. Ona görə yəni çəkinmədən qoşqu qoşurlar arxasına. Məsələn, at daşıyan qoşqular var, balaca yük daşıyan, karavanlar var. Məsələn, burada lotka daşıyan, o kiçik lotkaları daşıyan motorlu lotkaları, onların qoşqusunu görmüşəm məsələn. Çox maraqlı gəlir. Söhbətdən də söhbətə keçirik. Ümumiyyətlə uşaqlıqdan, yəni istəmişəm ki, iri qabaritli maşınlar sürüm, idarə eləyim. Yəni çox maraqlı gəlir də, yəni belə artıq göz örgəşir deyə o qədər də fərqli gəlmir. Sadəcə olaraq bunu idarə eləyəndə çox həzz alıram. Və o bir məsəl var. Niyyətin hara, mənzilin də ora. Və başladım, hələ bu işə başlamamışdan başladım YouTube-da baxmağa, eləməyə. Adicə bu qoşqunu, tırın qoşqusunu necə qoşurlar, necə ayrılırlar. Yəni o necə deyim, ibtidai sinif əlifbasını öyrənməyə. Yəni ən birinci öyrənəcəyimiz şeydir o qoşqunu açıb bağlamaq. Onu YouTube-dan öyrəndim. Başqa fərqli taxo kart sistemidir. Fərqli də ümumiyyətlə nə işlənir bu tırda. Başladım onları öyrənməyə. Çalışdım öyrənməyə. Bir şeyə maraq da olanda daha tez yadda qalır axı. Və ondan sonra yaşım çatanda BS kateqoriyalı sürücülük vəsiqəsini alandan sonra oturub gözlədim ki, bir dənə 3 ilim tamam olsaydı, mən gedib tır kateqoriyasını əlavə eləyərdim. Təkcə tırı yox, motosikletlə tırı əlavə elədim. Və ilk kateqoriyam BC olmağına baxmayaraq, tır kateqoriyasını alanda daha çox sevinmişdim. Nəinki BC kateqoriyasını alanda. Görürsünüz, yəqin ki, ümid edirəm görünür. Qoşqu qoşub, məsələn, 5 yükün aparır. Bu Porsche, Galenwagen, məsələn, ya sedan maşınlar qoşqu qoşanda maşının içinə qoyub çişlətməkdənsə, elə çöldə qoşquda aparmaq ən məsləhətlisidir. Bəli, qayıdaq bayaqki məsələyə. Tır kateqoriyasını alanda sevindim və bundan sonra söz var idi, çətin günlər geridə qaldı, növbətə daha çətinləridir. Ondan sonra başladı iş axtarmağa. Hara gedirəm? Yaşın azdır, təcrübən yoxdur. Mən yəni 23 yaşında kateqoriyamı aldım, tır kateqoriyasını. Normalda BS kateqoriyasından 3 il sonra almaq olur, tır kateqoriyasını, amma mən 5 il sonra aldım. Və başladım iş axtarmağa. Azərbaycanda da bilirsiniz, təcrübə olmadısa, biraz çətin məsələdir. Hələ bu boyda, uzunluqda, bu boyda qabarit maşın.
İndi ora gedirəm, bura gedirəm, tanımadığım adamlara 3 yaxınlaşıram. kilometers at the interchange Nepunk Dale, use the second from the right lane to follow signs for A15, E31 toward Nijmegen, Tiel. Ümumiyyətlə, yenə deyirəm, bir işə, nəyəsə maraq olanda insan əlindən gələnin artığını çalışır ki, eləsin ki, ona nail olsun. Mən də tanıdım, tanımadım, hamıya yaxınlaşırdım ki, məsələn, Bakı daxili ən çox Ulduz metrosunun yaxınlarında filan, ya 20 yanvarda, Avtovağzal tərəfdə, Binə Sədərək ticarət mərkəzlərində, onların ətrafında tırlar ən çox dayanır. Mən də o vaxtları kuryer işləyirdim. Maşınla keçəndə o qədər iş yaddan çıxırdı. Gedirdim, deyirdim ki, bəs ödəniş vizi də eləyirəm, aylıq ödəniş. Məni örgədə bilərsinizmi? Yəni yanınızda oturum, məni örgədin. Bu iş necə olur? Sürüş tərzini, imkan varsa hansısa bir boşluq ərazidə önə, geriyə verməyə örgədin falan filan. Sadəcə olaraq bizdə o, nə bilim, biraz həm onun məktəbi yoxdur. Bizdə səhv eləmirəmsə məktəbi yoxdur bunun. Yəni qanuni gedək örgənək bu tırları test drive edək. Məncə yoxdur. Və elə oldu ki, dostdan, tanışdan, ona deyə, buna deyə, təsadüf nəticəsində 3 nəfər razılaşdı məni örgətməyə. Ən birinci o 3 nəfərdən birinin yanına getdim. Sağ olsun, göstərdi, elədi, başa saldı. Elə oldu ki, o çıxdı, getdi başqa yerə. Da biz onunla növbəti görüşdə görüşə bilmədik. Sadəcə bir dəfə oldu. Ondan sonra 2 nəfər, Allah köməkləri olsun, məni necə lazımdır örgətdilər. Başa saldılar, nədir, nə deyil. Yəni önə, arxaya, əsas da parking eləməyi başa saldılar. Yəni yönüm, yöntənin hamısını örgətdilər, sağ olsunlar. Və ondan sonra 2022-də səhv eləmirəmsə, sentyabr ayında. Və ondan sonra növbədə qaldı, mən gedim iş axtarım. Artıq qismən örgənmişəm. O qismən dediyim bəlkə də bir 5%. Bəlkə də. Çünki insan nə qədər də örgənsə, bu nəqliyyat elə bir şeydir ki, məsələn, balaca maşını kimsə örgənmək istəyir. Özündə olmayana qədər, ay gedim dostun, tanışın maşını sürüm, ay nə bilim, məktəblər var, gedim orada test drive pulu ilə. Yox, mükəmməl. Sözüm də yarımçıq qaldı. Motosikletə səhv eləmirəmsə birinci dəfədir görürəm ki, qoşqu qoşub gedirlər. 5-6 dənə o Harley Davidson kimi motosikletlər idi. Görüm düşübsə kameraya onu göstərəcəm. Dəqiq bilmirəm, görünür, görünmədi. Nədən danışırdım? Hardasa 5% örgənmişəm. O balaca maşın özündə olandan sonra hər gün çıxıb sürməlisən, ora-bura getməlisən, ondan sonra tam şəkildə örgənə bilərsən. Yəni öncədən nəzəri hissədə yox, praktiki şəkildə olanda tam olaraq tam yiyələnirsən bu sürüşə. Və mən də nə qədər örgənməyimə baxmayaraq, o açıq-aydın məsələ, işləməmişəm, bir təcrübəm yox, sadəcə dala-qabağa eləməyi örgənmişəm və getdim iş axtarmağa. Hara gedirəm, yaşın azdır, təcrübən yoxdur. Hara gedirəm, yaşın azdır, təcrübən yoxdur. Mən də nə edirəm, çox həvəsim olduğuna görə həmin vaxtlarda bir dənə
motosiklet deməyim. Motosiklet sürənlər deyəcək bu mopeddir. Yəni 50 kubluq bir motosikletə oxşayan bir mopedim var idi. O vaxtı kateqoriyam da var idi. Motosiklet də ala bilərdim. Sadəcə imkan daxilində yəni onu ala bildim. Onunla belə işimi görürdü, kuryerçilikdə işləyirdim mopedlə yaxud maşınla və o motosikletimi götürüb gedirdim. Yəni o söz var idi, qapı-qapı düşmüşdüm. Harda firma eşidirdim, harda nə bilim şirkətlər var, gedirdim ora ki, bəs mən belə işləmək istəyirəm. Heç biri götürmürdü. Axırda ilk iş yerim, adını çəkməyəcəm. Getdim, test drive götürdülər, amma texniki məlumatlardan heç bir xəbərim yox. Yəni bu təmir mənasında da belə deyim. Yəni, təmirdən anlayışım yox, amma yəni arxayınam ki, çıxsam sürəcəm, gedəcəm. Sadəcə yanımda bir nəfər olmalıdır ki, həm yolu tanımıram, həm də ki məsələn Türkiyəyə getməyə, yaxud Rusiyaya getməyə sərhəd keçirik. Orada da proseslər var. Onları bilmirəm heç birini. Mənə lazımdır ki, bir nəfər olsun ki, yol göstərsin mənə. Və elə oldu ki, ilk iş yerimə başladım. Yəni bu tır işində ilk işimə başladım. Məni göndərdilər, deməli ilk səyahətim 50 gün olub. Sentyabr ayında çıxdım, səhv eləmirəmsə. Oktyabr, noyabrda qayıtdım. Hardasa 50 gün oldu. 2022-ci il ya 23 idi, ya 22 idi. 2022 səhv eləmirəmsə, bəli. Və elə oldu ki, 3 maşın çıxdıq. Sağ olsunlar, ağsaqqal və oğlu, Allah köməkləri olsun. Yolda mənə çox kömək oldular, çox şey öyrətdilər, onlar da çox dəstək oldular. Deməli, ağsaqqal gedir qabaqda, mən düşmüşəm ortaya, tələbə gedir. Oğlu da arxamca gəlir. Getdik 50 gün ərzində, hərrəndik, fırrandıq. Buradan getdim, Rusiyada Piterə getmişdik ya, yadımdan çıxıb artıq. Nəysə, Rusiyaya getdik, oradan gəldik, Rusiyada yükü boşaltdıq, orada yeni yük vurub gəldik Azərbaycan üzərindən, Gürcüstan üzərindən Türkiyəyə, orada yadımdadır, Qəbzəyə getdik deyəsən, Qəbzəyə. Oradan da yeni yükü vurub Azərbaycana qayıtdıq. Deməli, çıxmışam yola ilk 15 gün, belə oturmuşam. Sıxmışam özümü ki, yəni ağsaqqal gedir qabaqda. Sıxmışam özümü ki, yəni örgənim. Mən 15 günə adaptasiya oldum maşına. Yəni yola, maşına, sürüşə. Yəni yenə deyirəm, tam olaraq yox. Yəni deməyin ki, professional olaraq. Sadəcə artıq bir qolum rahatlaşıb da ən azından. Ondan sonra artıq gələndə elə oldu ki, oradan çıxmalı oldum və başqa iş yeri axtarmalı oldum. Artıq ikinci iş yerimdə çox rahat idim. Sonra üçüncü, dördüncü və 4 dənə şirkət. Bəli, təəssüf ki, kameranın batareyası bitdi, bir dənəsi. Onu dəyişməli oldum. Sonra qismət oldu, çox şükür bura gəlmək. İndi hal-hazırda istədiyim kimi çox şükür burada işləyirəm. Yəni yolları rahatdır. Orada gömrüklər açığı yorurdu. Gömrük keçəndə elə olurdu 2 gün dayanırdıq, elə olurdu 12 gün dayanırdıq. Daha artıq dayananlar da olurdu. Yəni sürücülər var 20 gündən, məsələn, 1 ayla qərib yerdə yük gözləyirlər. Adam da istər-istəməz darıxır eyni yerdə.
həm maşınla dayan, həm ətrafa da gəzdik, elədik, hə bir müddət sonra 3 gün çəksin, 5 gün çəksin. Sonra istər-istəməz insan darıxır. Belə bu işə başlamağımdan qısa danışdım. Ümid eləyirəm videolar ürəyinizcə olar. İndiyə kimi paylaşdıqlarım, yaxud bundan sonra paylaşacaqlarım. Çalışacağam sizlərə yeni bir məlumatlar qatan bilgilər paylaşım, yəni maraqlı bilgilər. Yaxud mən paylaşmasam belə, yəni yadıma düşməsə belə, sizə nələr maraqlıdır, kommentlərdə qeyd 3 eləyin. kilometers, take exit 34 for N323 toward Benenden Leven, Druten. Çox sağ ol. Kommentlərdə qeyd eləyin, nə maraqlıdır. Məsələn, o insanlar olur da, lap bu işə marağı olanlardan da əlavə bu işə başlamağı heç vaxt fikirləşməyənlər. Amma sadəcə maraqlı gəlir ki, bunlar nə edir, nə işlə məşğuldur. Yəni bu tır həyatı necə olur? Sizə maraqlı olan sualları kommentlərdə qeyd eləyə bilərsiniz. Açığı çox vaxt çatdırıb oxuya bilmirəm, amma bacardığım qədər oxuyub cavablandırmağa çalışacağam. Oxusam da ayrı-ayrı yəni cavablandırmağa vaxt olmur. Ona görə çox güman o sualları yığıb onlar üçün ayrıca bir video çəkəcəm. Sonda sizə tövsiyəm, yəni bu işə marağı olanlara aiddir. Ümumiyyətlə bu iş yox, bütün necə deyim, sektorlarda, yəni sənədlərdə hər hansısa bir sənəd ürəyinizdə, fikrinizdə varsa, insanların nə dediyinə çox da qulaq asmayın. Çünki mən də bu işə başlayanda özümdən misal çəkim. Mən də bu işə başlayanda bu Take exit çətindir. 34. İmkan verməyə danışaq. Bu iş çətindir, belədir, elədir. Sən bacarmarsan, yəni hər hansısa bir işi gözdə o qədər böyüdürlər ki, düzdür, yəni hər işin öz çətinliyi var. Yəni qıraqdan baxanda hər iş asan görünür. Yəni daxilinə gedəndə çətin görünür. Çətin görünür deyəndə çətinlik hiss olunur artıq. Amma o qədər də böyütmək yəni ehtiyac yoxdur da. Hər hansısa bir işi kimsə bacarırsa, onu ürəyi istəyən digər bir şəxs də bacara bilər. Onu gözdə böyütmək, yəni mən başlayanda yox, bu iş elə, belə, ən çox da ağsaqqallar sanki özlərinə bir rəqib görürlər, nə görürlər, bilmirəm. Yəni mən hamısına aid deyil, mənə dəstək olanlar, kömək olanlar hər yaşda olub. Yəni 50 plusda olub, 30 plusda olub, 40 plusda olub. Yəni hamısına aid deyil sözsüz ki. Amma yəni tanımadığım insanlar yolda məsələn o təzə başlayanda yaxınlaşırdım soruşmağa ki, bu iş elə, belə, yəni heç bir tanış olmayan zamanlardan danışıram. Onda başlayırlar çox böyütməyə, eləməyə. Yəni mən sizin tanımadığınız adam olsam da belə, niyə mənim hər hansısa bir işə marağımı, həvəsimi öldürməlisiniz? Ümumiyyətlə, yəni mən öz bildiyimi eləyən adamam. Yəni hamıdan qulaq asıram, axırda onsuz da öz bildiyimi eləyirəm. Qulaq asıram, müqayisə eləyirəm falan. Sadəcə olaraq mən öyrənməyə görə nəsə yaxınlaşıram sizə. Siz mənim həvəsimi öldürməyə çalışırsınız. Ona görə də hər hansısa bir iş varsa ürəyinizdə, fərq eləmir, öz işinizi qurmaq istəyirsiniz, yoxsa hər hansısa bir sənətə başlamaq istəyirsiniz, başlayın. Yəni kiminsə göz qorxutmağına heç vaxt inanmayın, qulaq asmayın. Dəstək olanlar olacaq sizə, az da olsa dəstək olanlar olacaq. Ona görə də hərəkətə başlamaq lazımdır. Ürəyinizdə, fikrinizdə nə ideyalar varsa hərəkətə başlamaq lazımdır.
Və bu günlük bu qədər. Çalışın, həyatı doya-doya yaşayın. Əvvəl mən bu dediyimə əməl eləməsəm də, sonradan çox şükür başladım. Hələ bura gəlməmişdən qabaq. Siz də əgər belə deyilsə, o yöndə dəyişdirməyə çalışın. Və ən birinci şərt odur ki, cəmaət nə deyər deyə heç vaxt fikirləşməyin. Yəni rahatlıq, ən gözəli rahatlıq. Rahat olun, çalışın, hər şeydə rahat olun. Özünüzə yaxşı baxın, gələn videolarda görüşənədək. Hələlik. Boran olsa da, tufan olsa da, məsafələr bizi yormaz. Kim sevməyibsə heç vaxt anlamaz. Küləyə səbəb, yağış yağsa da, boran qopsa da, tufan olsa da.